Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Selamun aleyküm, hər vaxtınız xeyir olsun. Allah ibadət itaətlərinizi qəbul eləsin. Ramazan ayını çoxu keçib. Azı qalır inşallah Allah təala bu fürsətlərdən yaxşı istifadə etməyi hamımıza nəsib eləsin. Bizim ailə mühitində uşaqların tərbiyəsi mövzusunda bəhslərimiz var idi. Bundan qabaqki bəhsə işarə eləsək, dedik ki, Quran məhvərində, Quranın birbaşa baxışından biz baxdıq o məsələyə. Dedik ki, ona bir işarə eləyək. Nə danışdıq? Müxtəsər formada işarə eləyək. Dedik ki, Quran bizə deyir ki, bir evə daxil oldunuz, birbaşa daxil olmayın. Əvvəl ev əhlinə salam verin, yəni onları xəbərdar edin, gələn var. Və əgər sizə icazə verilsə, daxil edin. Əgər icazə verilməsə, daxil edin. Biz bunu dedik. Dedik ki, hətta Həzrət Peyğəmbər sallallahu öz qızı, gözünün ağı qarası olan birine qızın evinə daxil olanda Peyğəmbər əvvəl salam verirdi. Əgər deyilsiydi ki, gəl, daxil olurdu. Əgər cavab verilməsiydi, 2 dəfə, 3 dəfə təkrar deyirdi salamı, cavab gəlsiydi, daxil olardı. Əgər icazə verilməsi qaydardı. Biz bunu dedik. Və həmçinin dedik ki, Quran yenə də, Allah Teala Quranda yenə də bizə buyurur ki, hətta sizin özünüzdə, sizin kənizləriniz, sizin qullarınız, sizin mülkiyyət altında olan şəxslər və həmçinin buluq yaşına çatmamış uşaqlarınız əgər otağınıza daxil olsa, yəni valideynlərin otağına daxil olsa, 3 vaxtda gərək icazə alsınlar. Buna da işarə edir. Hansı vaxtlar idi? Sübh namazından qabaq, zöhr, günorta namazından qabaq və axşam namazından sonra. Quran özü deyir ki, bu 3 vaxt sizin xəlvət vaxtınızdır. Hansı cəhətdən demişdi? Çünki bu 3 vaxtda dedik ki, insan yarı çılpaq, hətta valideyn belə yarı çılpaq vəziyyətdə olur. O cəhətdən Allah Teala deyir ki, icazə alsın. Mümkündür bizim baxışımızda dedik ki, o qədər də əhəmiyyəti olmaya bu mövzu. Mənim balaca uşağım buluq yaşına çatmayıb, bir şey dərk eləməyir. Onun otağa girməsində, icazə alması ilə almaması nə fərq var? Görün ki, Allah həkim Allahdır. Hər bir şey hikmət üzündəndir və Allah əlim Allahdır. Hər bir şeyi olduğu kimi bilər. Bu Allah, bu həkim olan Allah hər nə ki ayə göndərib, hökm göndərib, hikmət üzündəndir. Mümkündür bizim diqqətimizi o qədər çəkməyək ki, balaca uşağın buluq olmamış uşağın otağa girməsində nə problem ola bilər ki, nə çətinlik ola bilər ki, nə mani ola bilər, niyə girməsin? Amma Allah Teala deyir, girsə icazə alsın. Diqqət edirsiniz. Niyə? Əsl mövzumuz nə üzərindedir? Keçənki bəhslərdə həya üzərində. Artıq bir neçə bəhsdir biz həya üzərində bəhs edirik, manevr edirik ki, uşaq birinci ailə mühitində tərbiyə alır. Və valideynin, atanın geyimi barəsində biz ondan qabaqki bəhslərdə işarə edirik. Əsas məsələ geyim mövzusunda demək olar ki, ananın geyim forması idi ki, bir neçə bəhsdir bunun üzərində manevr edirik ki, yəni bu nə qədər təsirlidir. Yəni valideynlərin ikisini birdən götürsək, bunların geyimləri nə qədər uşağın tərbiyəsində təsirlidir. Bunun üstündə biz manevr edirik. Ki, əsl bəhs elə həya mövzusu idi. Ki, Allah Teala deyir, bu 3 vaxtda hətta buluq yaşına çatmamış uşaqlarınız nə etsinlər? Otağa daxil olmamışlar, icazə alsınlar. Allah Teala deyir. Bizim üçün o qədər də əhəmiyyəti yoxdur. Amma Allah Teala deyir, istəyirsən uşağın ilahi tərbiyə ilə tərbiyələnsin, gərək icazə alın. Birbaşa Quran bu söz deyir. Bilirik ki, Quranda çox nadir hökmlər gəlib, yəni cüz'iyyətə daxil olmaqla. Düzdür, bu əxlaqi mövzudur, amma yenə də Allah Teala hökmü göndərir. Uşaq gərək icazə alsın. Nə məsləhət var? Deyir, əgər gəlsə valideynləri yarı çılpaq görsə, onun həya pərdələri deşilər, yavaş-yavaş həyasızlıq uşaqlarda baş verir. Bizim ona diqqətimiz yoxdur, amma Allahın diqqəti var. Allah başqa mövzuda deyir, başqa yerdə deyir ki, qiyamət günü gələsiniz o məhşərə, qiyamət səhnəsinə, baxasınız, əməl dəftəri sizə veriləndə Quran ayəsidir. Baxasınız, deyəsiniz ki, burada əməllərimiz hamısı əvvəldən axıra yazılır. Biz unutmuşuq, Allah unutmayıb, hamısını qeyd edib saxlayıb. İndi bu məsələdə bizim o qədər diqqətimiz yoxdur ki, nə olar ki, uşaqdır, balaca uşaqdır, heç nə dərk eləmir. Yarı çılpaq girsə nə olar? Biz yarı çılpaq olanda girsə nə olar? Girməsə nə olar? Allah Teala deyir, olmaz. Onun üçün deyirlər ki, otaqlar, bazarlıq qədər otaqlar ayrı olmalıdır. Uşaqların yataq otağı ayrı olmalıdır, valideynlərin yataq otağı ayrı olmalıdır ki, biz bunlara keçən bəhsdə işarə edirik ki, əsl bəhs həya məsələsidir ki, hətta balacalıqdan belə uşaqların həya pərdəsi deşilməməlidir.
Əgər oradan deşirsə, tamamdır. O təməldən xarab oldu, tamamdır. İndi isə qaydaq öz bəhsimizə, deyəsən nəfə deyim, bəhsimiz hədislər üzərindədir. Yenə də tarixdə baş vermiş tarixi bir hadisənin üzərindədir ki, hamımız bunu eşitmişik. Hamımız eşitmişik dəfələrlə müxtəlif mövzularda, müxtəlif bəhslərdə, heç bu mövzuda yox, ayrı mövzularda ki, Həzrət Peyğəmbər sallallahu və sallam əleyh həmişə deyər ki, Fatimə mənim canımın bir parçasıdır. Fatimətu bəzətun minni. Fatimə mənim canımın bir parçasıdır. Bunu çox yerdə eşitmişik. İndi sual yarana bilər. Peyğəmbər sallallahu bunu harda deyildi? Yəni, hansı məqam yarandı ki, Həzrət Peyğəmbər sallallahu bunu dedi? Nə səbəb edir Həzrət Peyğəmbər sallallahu ki, Fatimə mənim canımın bir parçasıdır? Əsl məsələ ilə yerə qayıdır həya mövzusuna. Yəni, Həzrət Peyğəmbər sallallahu Həzrət Fatiməyə mənim canımın bir hissəsi deməsi mövzusu da yenə qayıdır həya mövzusuna. Birinci hədisi oxuyur. Ki, Həzrət Peyğəmbər sallallahu bir gün öz əshabından soruşdu ki, sizin nəzərinizə görə ən xeyirli qadın hansı qadındır? Həzrət Əleyhisselam dedi. Əshab dedilər ki, fikirləşdilər bilmirik. Allahın Peyğəmbəri yaxşıdır. Həzrət Əleyhisselam dedi. Tez deyirlər ki, Həzrət Əleyhisselam gəldi evə, Həzrət Fatimədən soruşdu ki, ən xeyirli qadın, Peyğəmbər belə sual soruşdu ki, ən xeyirli qadın hansı qadındır? Həzrət Fatimə dedi ki, ən xeyirli qadın budur ki, nə ona məhrəmi görə. Diqqətləyin, həyadır ha. Həyanın bundan ali həddi olmaz. Üçüncü hədisi oxuyanda biləcək ki, qadın üçün həyalı olmaq nə qədər əhəmiyyəti varmış. Həzrət Fatimə sallallahu buyurdu ki, nə qadın üçün ən xeyirli qadın o qadındır ki, nə naməhrəm onu görə, nə o naməhrəmi görə. Ən xeyirli qadın budur. Görün, naməhrəmi görmək mövzusunda mövzu nə qədər əhəmiyyətlidir. Yəni, nə olar ki, görsən? O qədər burada mənfi təsirlər var ki, yəni bizim ağlımıza gəlməz, biz dərk eləmirik, bizim üçün adi şeylərdir. Amma xanım Fatimə nə deyir? Deyir ki, ən xeyirli qadın o qadındır ki, nə o naməhrəmi görə, nə naməhrəm ona görə. Ən xeyirli qadın bu xanımdır. Həzrət Əleyhisselam qayıtdı məscidə, dedi, ya Rasulullah, ən xeyirli qadın o qadındır ki, nə o naməhrəmi görə, nə naməhrəm ona görə. Deyir, Peyğəmbər sallallahu aleyhi soruşdu, yəni, bunu sən kim öyrətdi? Dedi ki, Fatimə öyrətdi mənə. Orada deyir, Həzrət Peyğəmbər sallallahu aleyhi dedi ki, Fatimə mənim canımın bir parçasıdır. Bu birinci hekayət ki, yəni, həya mövzusunda qadının naməhrəmi görməsi, naməhrəmin qadını görməsi hansı mövzudan biz danışırıq? Həya mövzusundan, ismət mövzusundan. Orada Peyğəmbər sallallahu aleyhi dedi ki, Fatimə mənim canımın bir parçasıdır. İkinci hədisi İmam Kazım əleyhissalam yenə Peyğəmbər sallallahu nəql edib, buyurur ki, bir gün Peyğəmbər sallallahu bir yerdə bir dənə kör kişi gedib Peyğəmbər deyil. Peyğəmbər özü apardı. Həzrət Fatimə sallallahu əleyhə deyib. Tez çadırasını geyindi, örtündü, keçdi pərdənin arxasına. Orada Həzrət Peyğəmbər sallallahu sual verdi. Dedi, ya Fatimə, bu kişi kördür, heç nə görmür. Sən niyə geyindin? Əlbəttə, bu sual belə deyil, Peyğəmbər bilmirdi, bilirdi. O tərbiyəni o Fatiməyə sallallahu aleyhə Həzrət Peyğəmbər öyrətmişdi. İstədi bu sualı deyilsin ki, oradakilara dərs olsun və tarixdə qalsın. Ki, Həzrət Fatimə bu Fatimə idi. O xanımlar ki, iddia edir, mən Həzrət Fatimə kənziyəm, onun arxasına gedirəm, Fatimə şiyəsiyim, gərək bu cür olsunlar. Təlaş eləsinlər, bu cür olmaq. Və elə sözlə, Həzrət Əleyhisselam deyir ki, söz əməllə birləşmədiysə faydası yox. Yəni, dildə, o bizdə dildə dil pəhləvanı çoxdur. Qadın nə qədər özün naməhrəmdən qorudusa. Baxın, bir var, bizim bəhsimiz ictimai mövzudadır, bir daha fərdi. Hər ikisinə təsiri var. Əgər bir xanım iffətsiz olsa, bir cəmiyyəti xarab edir cəmiyyət arasında. Və özü də fərd olaraq, özü də təkliyində nə olacaq? Əxlaqsızlığa şövq eləyəcək. İştahsı artacaq. Meyli artacaq. Bu da onun əxlaqsız olması əgər bununla nəticələnsə, nə dünya var, nə axır. Oldu həyatımız. Bir xanım bir dənə səhv eləyəndə istəyir fərqləmir, subay olsun, istəyir evli olsun, fərqləmir. Bir xanım, bir qadın onun həyasını aparacaq, onun abrını aparacaq bir səhv eləyəndə evli, subay fərqləmir. O bir iş görür ki, əgər cəmiyyətə çıxdısa artıq onun abrı getdi.
Hərzinin bir dənə xanım, uşaqları var, bir səhv elədi. Nə olur? Cəmaat eybi, düzdür ki, Allah Teala indi biz ona işarə edəcəyik. Düzdür ki, Allah Teala bəyənmir bu eyblər açılsın. Allah Teala cəmiyyət üçün, cəmiyyətin abru qorunmaq üçün bizə vacib elədiyi mövzular var. İndi biz onu oxuyacağıq. Fərdi şəkildə abru qorumaq, həyanı qorumaq olsa Allah Teala'nın əmrləri var. Qeybət mövzusunda. Hamısını da oxuyacağıq inşallah. Bir xanım bu səhvi eləsə, baxın, öz əbrini apardı. Çox vaxt ailə dağılır. Səbəbi soruşanın deyirlər ki, filan səbəbdən olub. Həmçinin uşaqlarının da abrını aparır. Sabah o uşaq cəmiyyətə çıxanda nə deyirlər? Deyirlər ki, bunun anası belə olub. Ya düz, ya yalan. Cəmaatın arasında bu cür çıxır. Əksərən, yəni abır gedir. Odur ki, xanım çox diqqətli olmalı. Xanım başdan ayağa övrətdir. Xanım başdan ayağa iffətdir. Xanım başdan ayağa örtülməlidir. Xanımın səhvi bəzən elə bir olur ki, heç vaxt cobran ola bilmir. Heç vaxt bərpa olmayır. Nə özü üçün, nə həyat yoldaşı üçün, nə uşaqları üçün. Odur ki, həya mövzusu düzdür hamiyə vacibdir kişiyə qadın. Amma qadın üzərində Həzrət Əleyhisselamın zahiri hədis olmalı. Ki, həya gözəldir, qadın olsa daha gözəldir. Həzrət Əleyhisselamın hədis olmalıdır. Bəli. Odur ki, bu mövzular çox həssasdır. Bir ailədə həya olmasa, yəni həya olmasa, həyasızlıq olsa, orada böyüyən uşaq nə olar? Orada böyüyən uşaq, oğlan olsa gələcəkdə xanımını yaxşı, həyat yoldaşı, qadını yaxşı dolana bilməyəcək. Ona yaxşı tərbiyə verə bilməyəcək. Qadın 2 dəfə əxlaqlanır, 2 dəfə tərbiyələnir. Biri ata evində, biri ər evində. Əgər bir qadın olsa, o gedəcək, ər evində də dolana bilməyəcək. Çünki o rəftarı görməyib, ona adət eləməyib, eşitməyib. Elə bir mühitdə böyüyüb ki, dolanmamaq, hərbə zorbalıq, əxlaq yoxdur, həya yoxdur. Allah uzaq eləsin. Bəli. İkinci hekayə nə oldu? Dedi ki, Həzrət Fatimə dedi ki, düzdür ki, Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, ya Fatimə, sən niyə keçirsən o tərəfə? Bunun gözü görmür axı. O tərəfə nəyə keçir? Niyə hicabı bağlayırsan? Görün Həzrət Fatimə nə dedi? Dedi, ata, düzdür ki, o kişi məni görmür. Amma mən ki, onu görürəm. O kişi mənim ətrimi duyur. Ona görə örtündüm. Burada Həzrət Fatimə sallallahu əleyhi buyurdu ki, Həzrət Peyğəmbər sallallahu buyurdu ki, mən şəhadət verirəm ki, Fatimə mənim canımın bir hissəsidir. Canımın bir parçasıdır. Ürəyimin meynəsidir. Üçüncü hekayə nədir? Üçüncü hekayə də budur ki, bir gün Həzrət Peyğəmbər sallallahu əleyhi yenə də soruşdu. Nədən soruşdu? Diqqətləyin. Bunu məndən soruşurlar qadınlar. Ya görsən, həyat yoldaşları soruşur ki, qadın Allaha ən yaxın hansı məqamdan, hansı əməllə ola bilər? Yəni, qadın Allaha ən yaxın məqama hansı əməl, hansı məqam ola bilər, hansı iş ola bilər? Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm bunu əshabından soruşdu. Ki, qadının Allaha ən yaxın məqamı və vaxt nə vaxtdır? Əshab dayandılar o tərəfə, bu tərəfə, bilənməzlər. Həzrət Fatimə eşitirsiniz. Dedi, xanımın Allaha, qadının Allaha ən yaxın vaxtı özün naməhrəmdən örtdüyü vaxtdır. Diqqət verirsiniz. Demədi, oruç tutmaq, ac qalmaq. Demədi, namaz qılmaq. Demədi, həccə getmək, obursu vacib dedi, yox. Dedi, qadının Allaha ən yaxın vaxtı özün naməhrəmdən qorumaqdır. Mümkündür bir şəxs namaz qıl, amma həyasın riayət eləmir. Özün naməhrəmdən qorumur. Bunun faydası yox. Düzdür, təkcə həyalı namaz qılmaq da şeydir. Amma ikisi bir yerdə olmalıdır. Və qadının həyalı olması cəmiyyətin həyalı olması demək. Cəmiyyət pozu nədən pozulur? Cəmiyyətin pozulması qadınlardan ən çox məsuliyyət tapar. Əlbəttə, burada kişilərin də rolu var. Ha? Bir qadın özün, belə deyək, əxlaq qaydalarını riayət eləməsə, səhv addımlar atsa, o cəmiyyətdə kişilər də diqqətli olsalar, qeyrətli olsalar, özlərini saxlar, cəmiyyətdə fəsad yaranmaz. Həzrət Fatimə sallallahu buyurdu ki, ata, bu sualın cavabı budur ki, qadının Allaha ən yaxın vaxtı özün naməhrəmdən bağladığı vaxtdır, qoruduğu vaxtdır, örtdüyü vaxt. Burada da Həzrət Peyğəmbər sallallahu nədir? Fatimə mənim canımın bir hissəsidir. Şəhadət verir. Deyir ki, həqiqətən Fatimə mənim canımın bir parçasıdır. Diqqət edirsiniz burada. Əlbəttə bu mövzularda, yəni eyni mövzuda rivayətlər çoxdur. Müəllif onlardan üçün gətirib ki, yenə də nəyin üstə fokuslanıb? Həya mövzusu üstündə. Hər dəfə Həzrət Peyğəmbər sallallahu yəni bu sözü deməsinin səbəbi Həzrət Fatimənin cavabları. Bir dəfə dedi ki,
Ən yaxşı xanım hansı qadınlardır? Ən yaxşı qadın hansı qadınlardır? Nə naməhrəm ona görə, nə o naməhrəm görə. Peyğəmbər sallallahu əleyhi və səlləm kör kişi gəlir. Fatimə sallallahu əleyhi qaçır gizlənir, özünü öldürür. Peyğəmbər soruşur: "Niyə özü gizlətdin? Bu kördür, səni görmür." Deyir ki: "Mən ki onu görürəm, o ki mənim əhdimi duyur." Bundan Peyğəmbər deyir ki, o mənim canımı bilsin. Və üçüncü də ki, soruşur qadının Allaha ən yaxın vaxtı haradır, hansı zamanda, hansı vaxtı, hardadır? Deyir ki, özün naməhrəmdən bağlı. Hamısı nəyin üstündə mənə verilir? Həya mövzusu üstündə. Və hər dəfə də Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, Fatimə mənim canımın bir hissəsi. Görün ki, xanımların həya mövzusu Həzrət Əleyhisselamdakı qadında olsa daha yaxşıdır. Görün nə qədər əhəmiyyəti var. Nə qədər əhəmiyyəti var ki, bunu yəni Həzrət Peyğəmbər bu hadisələri Peyğəmbər Həzrət Fatimədən görəndə deyir ki, Fatimə mənim canımın bir hissəsidir. Və Həzrət Fatimənin yanında nə qədər əhəmiyyəti var idi ki, belə işlər görürdü və edirdi və şey edirdi, çatdırdı insanlar. İslam şəriətində, yəni İslam göstərişlərində həyanın məhvəriyyəti, yəni əsası. Nə əhəmiyyəti var? İslam göstərişlərində ki, biz ona əhkam deyirik, furuuddin deyirik, həya olduqca çox əhəmiyyətə malikdir. Çoxlu bizim əhkamlarımız var ki, elə həya mövzusu ilə bağlıdır. Həya mövzusundan nəşət tapır. Həya mövzusuna görə nə olub? Vəz olub. Çox təəssüf olsun. Məsələn, onlardan bir hansını misal vermək olar? Əmr bil məruf. Yaxşı işə əmr eləmək, pis işdən çəkindirmək bu mövzudadır. Yəni, cəmiyyətin fəsaddan uzaq qalması üçün, həyasızlığının qabağını almaq üçün Allah Teala əmr eləyib ki, Furuddində bir də budur ki, yaxşılığı əmr eləməsən, pis işdən çəkindirməlisən. Yəni, bu hər bir müsəlmanın vəzifəsidir. Vacibdir hətta. Vacibdir hətta. Hər bir şəxs fəsad gördüyün qabağında dayansın. Amma çox təəssüf olsun günlər görürük nədir? Cəmiyyətdə bu çox kəmrəng olub. Yəni, rəngsiz olub, əhəmiyyətsiz olub. Eləyən də bir həddəlir ki, onun sözünə idrək götürmək olmayır, ya baxılmıyor sözünə və yaxud tamam unudulub. Cəmaat deyir, mənim nəyimə lazım? Cəmiyyət bir gəmi kimidir. Birinin digərinə təsiri var. Hamı üçün, hamıya vacibdir. Bir nəfər görsün ki, gəmini deşir, bu məruf və tanınmış misaldır. İndi biz deyək ki, gəminin sahibi biz deyirik, qoy deşir, kapitan gəlsin, gəminin sahibi gəlsin, qabağına alsın. Axı, gəmi batsa, hamı batacaq. Ona görə də cəmiyyətdə vacib mövzular var ki, hamıya vacibdir. Onlardan biri də əmr bil mərufdur, yaxşılığı əmrlə pis işdən çəkindirməkdir. Buyurur ki, münkər və bəyənilməz işdən çəkindirməyin vacib olması İslam şəriətində həmən həya mövzusudur. Pərdəsizliyin qabağına almaq. Nə olar? Deyir ki, İslam cəmiyyətinin həyasını qorumaq üçün Allah Teala dilimizdə neyib? Əmr bil mərufu. Bütün müsəlmanlara vacib edir. Yəni, hər bir şəxs müsəlmandırsa və müsəlman cəmiyyətdə yaşayırsa, boynunda bir vəzifə, namaz kimi. Yəni, necə namaz vacibli bir şəxsə, əlbəttə onun şərtləri var, öz yerində. Onun mərhələləri var, hansı formada, öz yerində. Amma hər bir fərd cəmiyyətdə, müsəlman cəmiyyətdə hər bir fərd görür ki, bu açıq-aşkar fəsaddır. Və başa düşür nədir? Və bilir ki, bu cürdür. Öz bildiyinə onun qabağında dayanmalıdır. Və həmçinin, əgər biz, nə olar? Məsələn olur. Həyasızlığın başqa bir təsirindən. Başa düşdük ki, cəmiyyətdə olsa insanlar pozular. Başqa hansı pis təsiri var? Buyurur ki, həyasız insan Allaha nisbətdə üzdü olar. Bəzi insanlar biz də görmüşük də. Açıq-aşkar danışır. Heç bir narahatçılığı. Əvvəl belə olmayıb, sonradan buna cəsarət tapır. Yəni, insan Allaha nisbətdə üzdü olar. Bizdə deyilər, qırmızı sifət. Elə deyirlər. Və həmçinin ilahi haramları sındırar. Allah deyib olmaz. Müsəlmanlar bunu olmaz kimi rəftar edir. Murtəşib olmayıb. Bu şəxs deyək, kim deyir olmaz. Çünki həya, Həzrət Əleyhisselam nə dedi? Qabaqçı sözlərdə və alimlərin sözündən bu nəticə aldı ki, həya ruhun pərdəsidir. Bir şəxsin pərdəsi olmasa tamamdır. Və bunun qabağında Allahdan olan həya, dedik ki, həya Allahdan, həya cəmaatdan və həya şəxsin özü-özlüyündən. Biz bunun qabağında bəhsinlədik. Ki, 3 növü var. Allahdan olan həya, cəmaatdan olan həya və şəxsin özü-özlüyündən olan həyası. Allahdan olan həya ən ali,
həya sayılır. Və insana iqtiza edir. İnsandan belə tələb edir ki, insana belə bir təsir qoyur ki, insan gəlsə görsə cəmiyyətdə bir şəxs Allahın haramını halal eləyib, gərək onun qabağında dayansın və neynəsin? Onu müdafiə eləsin. Desin ki, bu cürdür. Hər kəs öz bildiyi qədər. Görürsən bir şəxs bir səhv addım alır. Dayanırsan qabağını deyirsən bu belədir. Bunun fəsadı budur. Bunun aqibəti budur. Bunun nəticəsi budur. Qabağında bu cürləsin nəticə verərsən. Hər bir şəxsin burada vacib. Bəs əmr bil məruf nəhy münkər edilir, yaxşılığı əmrləmək, pislikdən çəkindirmək səbəbi ictimai fəsadın, ictimaiyyətdə, cəmiyyətdə olan həyasızlığın qabağının almaq. Əsas səbəblərdən biri bu. Əgər biz fərdi qabağına işarə edelim, fərdi cəhətdən və tərəfdən biz həya mövzusuna işarə eləmək istəyir, misal gətirmək istəyir, qeybət mövzusudur. Qeybət mövzusudur ki, İslam burada da deyir ki, haramdır. Bir şəxsin qeybətini eləmək haramdır. Niyə? Çünki bir şəxsin qeybətini eləsin, onun həyasını aparırsan. Həya o pərdəsini aradan aparırsan. Onun abrını aparırsan. Ona görə haramdır. Cəmiyyət fərdlərdən təşkil tapır. Sən fərdi olaraq bir şəxsin eybin başqasına danışsın, nə olur? O şəxs olur həyası getmiş. İnsanın həyası gedəndə Allah uzaq eləsin. Çox pis olur. Və cəmiyyət belə insanlardan təşkil tapsa, bir nəfərin abrını burada aparırlar, bir nəfərin abrını orada aparırlar, bir nəfər cəmiyyətə təşkil edən fərdlərin yavaş-yavaş abrı gitsin, cəmiyyət abırsız, həyasız bir cəmiyyət olar. Nəticədə orada böyük şan olar. Belə olar oxşayarlar. Ona görə İslam gəlir bunun qabağını vaxtında alır. Vaxtında alır ki, gərək insan pərdəli olsun. Pərdəsiz, həyasız insan yetişməsin. Yetişsə nə olar? Əlbəttə burada bir bəhs var. Məsələn, bizim boyunda bəhsimiz qeybət budur ki, bir şəxs başqasının abrını aparmağa icazə vermir. Bir şəxs gəlib özünün abrını aparsın. Özü bir işlər görür ki, cəmiyyətdə özünün abrını aparır. Bu artıq başqa mövzudur. Həzrəti Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, hədisdə var ki, "Və men əlqa cilbabel haya, cilbabel haya, la qeybətə lehu, fəla qeybətə lehu." Bir şəxs öz abrını aparsa da onun qeybəti yoxdur. Hamıya halaldır. Çünki özü abrını aparır. Bu başqa mövzu, bundan danışmaq istəmir. Cilbab nədir? Cilbab başdan ayağa insanı, məsələn, ərəblər bilirlər dişdaşı. Bir dənə paltardır, insanın ta boğazından ta ayaqlarına qədər örtür. Yəni, həya Peyğəmbər sallallahu təşbih edir burada nəyə? Cilbaba. Cilbab elə, həya örtüyün. Peyğəmbər sallallahu buyurur ki, həya örtüyün. Hər kəs aradan aparsa, əlqa atmaq, aradan aparmaq, atmaq mövzu. Hər kəs həyasını atsa kənara, həya örtüyün atsa kənara, onun qeybəti yoxdur. Yəni, insan belə olsa, hər şeyə mürtəkib olacaq. Qaydırıq yenə də bu qədər müqəddimədən sonra öz bəhsimizə. Mövzumuz ailə mühitində uşaqların tərbiyəsi. Baxmaq lazımdır ki, valideynin vəzifəsi uşaqların fitrətində olan həyanı inkişaf etdirmək, xarab eləməkdir. Vay olsun o valideynlərə. Bunu Quran bizə deyir, ha? Ki, görün Allahın nə qədər diqqəti var məsələyə ki, uşaq nabəliq deyir, valideyninin otağına girəndə gərək icazə alsın. Nə olar? Yarı çılpaq görməsinə. Bunun həyasına təsir. O mən Allahın qoyduğu o fitrət ki var onda, o yarı çılpaq görsə valideyni xarab olacaq. Gərək icazə alsın. Bunu valideynlər uşaqlarına öyrətməlidirlər. İndi vay olsa o cəmiyyətdə, bir cəmiyyətdə ki, əlbəttə çox təəssüf olsun, ya bilərəkdən, çoxlar bilmirlər həqiqətən. Onlar gərək çatdırılsın. Həqiqətən vay olsun, Allahın hökmlərin bir şəxs nəqz edir, əksin gedir. Allah deyir, belə elə, bu belə deyir. Allah belə şəxslər inşallah hidayət edir, bilirlər. Bilmirlərsə inşallah ki, Allah nəsib eləsin ki, bilələr. Bir cəmiyyətdə uşaqların yarı çılpaq çıxardılar. Qız uşaqların cəmiyyəti yarı çılpaq çıxardılar. Özləri olar kimi cəmiyyətə çıxıb gedirlər. Soruşanda deyirsən ki, məsələn, bu uşaq, niyə bu yaşda belə çıxardır? Deyir, elə mükəlləf deyir ki. Bunun elə o dini vəzifə yaşı deyir ki, qızlarda 9 yaş, oğlanlarda 15 yaş. O vaxtı deyir ki, nəyi bu var? Xəbəri yoxdur ki, uşağın tərbiyəsinin yaş həddi yoxdur. Uşaq doğulandan tərbiyə alınmalı. Biz qabaqçı bəhslərdə dedik, niyyət də burada əsas təsiri yoxdur. Uşaq nə gördü onu götürür. Ağ vərəq kimidir. Nəyi gördü onu götürür. Elə əvvəldən uşaq əgər hicabla, örtü ilə, həyalı formada, örtülü formada böyüsə, onun gələcəyi də həyalı olacaq. Çünki onun ruhuna həyalı olmaq, o da ki, ruhunda var, cisminə də, baxışına da, rəftarına da, davranışına da o hopacaq. Onu kimsə artıq hicabsız görəndə o da qəbul edə bilməyəcək. Bundan doğulan uşaqlar, bundan belə olan həyat yoldaşları müvəffəqdir. İlahi o hədəflərə tərəf daha yaxın insanlar var. Belə insanlar yəni yetişə bilərlər. Belə insanlar ilahi şəxslər dünyaya gətirə bilərlər.
Amma bir uşaq ki, gözməsin, bölükməsin, yarıçılpaq cəmiyyətə gedir. Valideynlər yarıçılpaq şeydir, cəmiyyət yarıçılpaqdır. Bunların, yəni, tərbiyəsi çox çətindir. Qardaşlardan biri var idi, bir qonşumda uşaq, qız sahibi var idi. 6-7 yaşında qızı var idi. Onu bir elə geyindirirdi ki, bəzəyirdi ki, elə bir 14-15 yaşında qızdır. Mən ona dedim ki, sən bunu indi belə geyindirirsən, ha? Bunun o buluq yaşı çatanda, özdə, bəli, onun buluq yaşı çatanda, yəni ki, o namaz qılmalıdır, hicab bağlamalıdır. İndi sən bunu belə geyindirirsən, orada necə ona hicab bağlatdırırsan? Artıq bu hicab bunun içərisində yoxdur. Artıq valideynlərin bu cür səhv rəftarı səbəbidir. Artıq bunun hicab barədə fikri yoxdur. Ancaq bəzənmək barəsində, ancaq dırnaq uzatmaq barəsində, ancaq saç bəzətdirmək barəsindədir. Artıq bu ilahi həyata tərəf artıq meyli yoxdur. Amma uşaqlıqdan buna tərəf yönəldilsə, uşaq bilmir ki, xeyri nədədir. Uşaq valideyni mümkündür bıçaq istəyir. Valideyn deyir, olmasa əlini kəsərsən. Və s. şeylər. Uşaq ki, öz xeyrini bilmir, valideyn gərək onu öz xeyrinə yönəldir. Valideyn də belə eləyəndə nə olur? Uşaq ilahi hədəflərdən, ilahi əxlaqdan uzaq düşən şəkildə böyüyür ki, gələcəkdə problem yarar. Bəs mövzumuz həya idi ki, məhvərində, dairəsində, ətrafında biz bəhs elədik ki, Həzrət Fatimə sallallahu əleyhi və səlləm 3 sənə hekayə gətirdik, hədisdə də gəlib və o hekayə həya ilə bağlı idi. O hekayədən sonra Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, Fatimə mənim canımın bir parçasıdır. Dedi ki, bizim bəhsimizlə birbaşa əlaqəsi var idi ki, yəni həya mövzusunda idi ki, onun cavabını Həzrət Fatimə verdi. Həzrət Peyğəmbər dedi ki, o mənim canımın parçası. Təsdiq elədi yəni. Heç bir düzəliş eləmədi. Təsdiq elədi. Ki, valideynlər gərək neynəsinlər? İndi başa düşdük, əhl-i beyt dalıcı yetməyənlər, əhl-i beyt dalıcı yetməyənlər. Yalandan bəzlədiyi ki, biz sevirik, neynirik? Əhl-i beytin düşmənlərini üzərindən dost bilirlər. Sonra deyir ki, biz əhl-i beyti sevirik. Mən Allahı sevirəm, Allahın düşmənlərini də sevirəm. Necə ola bilər bu? Allah Teala Quranda deyir ki, biz bir şəxsin qəlbində 2 qəlb qərar vermir. Bir şəxsin sinəsində 2 qəlb qərar vermir. Yəni, həm haqqı sevə, eyni vaxt həm batılı sevə. Belə bir şey mümkündür. Məsihlilərin bir şeyin 3 dənənin 1 dənə olmasına bənzəyir. Bunun bir ağlı cavabı yoxdur, əqli bir cavabı yoxdur, dərki yoxdur bunun. Bir başa düşdük ki, bəzilər qəbulləmirlər, əhl-i beyti dildə sevirlər. Amma şiələrə vacibdir ki, özün nədir? Əhl-i beyt, Həzrət Peyğəmbərin əhl-i beyti nicat gəmisidir. Hər kəs bu nicat gəmisinə səvar olsa, minsə, nicat tapacaq və xilas olacaq. Ağ günə çıxacaq, səadətə qovuşacaq. Hər kəs bundan uzaq düşdü, məhv olacaq. Yol bir dənədir. Ağlımız bunu dərk edir. Bir ağıllı bir insan insafən rəftarlara, bu cür münasibətlər özü təkliyində, heç kəsdən eşitmədən, özü otursun, bunları mütaliə eləsin. Və mütaliə etsin ki, məsələn, əhl-i beyt deyir ki, uşaqlarca belə eləyin. Və bunun aqibətin öz-özünə fikirləşsin. Bir uşaq yarıçılpaq böyüsə, bu cür yaşlı, buluq yaşına çatsa, 18 yaş olsa yarıçılpaq, bunun aqibəti nədir? Bunun axır nəticəsi nə olacaq? Baxacaq, dərk eləyən, insaflı insan bunu dərk eləyəcək ki, bunun axırı yaxşıdır. Bir şəxs həyalı olsa nə olacaq? Bunu baxacaq, görəcək həya başqa bir şey. Xülasə, o qədər müsəlləm, açıq aşkar, bədihidir ki, mən bunları dəl gətirmək istəmirəm, misal gətirmək istəmirəm. Hər kəs bağlı olan, biz əsl insanlardan danışırıq, həqiqətən iman gətirib, həqiqətən hicablı olanlardan danışırıq. Bəziləri ki, hicab geyinirlər, hicabın adını ləkə gətirdirlər, ona İmam Rza Əleyhisselam cavab verir. Ona bir imama buyurdular ki, bir dənə qadınlar var ki, hicab geyinir, belə eləyirlər. Dedi, yox. Dedi, əxlaq örtüyü olmayanı baş örtüyü dindar eləməz, biz bunlardan danışmırıq. Yalnızdan cavabı. Biz əslində danışırıq, həqiqətən Allah tərəf gedən şəxsdən danışırıq, həqiqətən Allaha bəndəçilik edib, behişt arzusunda olan şəxslərdən danışırıq ki, onların yolu bu cürdür. Ki, əgər bu cür davam eləsələr, uşaqlar da ola baxacaq və cəmiyyətin bərpası, cəmiyyətin müsbət şəxslərdən, sağlam şəxslərdən bərpası çox olacaq. Ki, şeytan öz istəklərinə çatmayacaq ki, biz buna qiyamət günündə məsulluq, bizdən sual olacaq bu mövzular ki, uşaqları da tərbiyə elədik. Yəni, bugünkü bəhsimizdə elə bu qədər bəhs eləyər ki, Allah Teala bizi və yaxınlarımızı kişinin özünə görə öz hicabı, hicab örtü deməkdir. Əlbəttə, hədislərdə gəlir ki, kişinin örtü, kişinin hicabı göz qapaqlarıdır. Hər halda hicab hər bir mənada, mütləq mənasında. İstər qadınsın, istər kişidəsin. Allah Teala bizi həqiqətən hicablı olanlardan, örtülü olanlardan, həm geyin baxımından, həm zehin baxımından, həm fikir baxımından örtülü və hicablı olanlardan qərar versin və həmçinin uşaqlarımızı, övladlarımızı hicablı olanlardan, həqiqi hicaba sahib olanlardan tərbiyə eləmək üstündə bizlərə Allah Teala tövfiq versin. Yenə də qaydaq aya, gözəl aydır, Ramazan ayıdır, axırlarıdır. Allah Teala söyləyək ki, bizə tam
Bu ayda Allah Teala hansı savabı müəyyənləşdirib həqiqi oruç tutanlar üçün. Allah Teala o savabı bizim də əməl dəftərimizə qeyd eləsin. Ramazan yəni yandırmaq mənasındadır. Ramazan sözündən deyirlər. Yəni günahlar yandıran ay. Allah Teala bu ayın hörmətinə və tutduğumuz oruçlar mümkündür. Bəzimiz zəif, bəzimiz kamil. Hər bir halda Allaha and verək o oruca ki, ona xatir tuturuq. İstən yaxşıdan hər kəs öz gücü çatan qədər Allah Teala bizim bu oruçlarımıza xatir bizlərin günahlarımızı yandırsın inşallah. Bizə vəd verdiyi şeylər bizim əməl dəftərimizə hətmi olaraq qeyd eləsin və əməllərimizi bizdən burada təhvil alsın. İnşallah öləndən sonra bizə təhvil versin ki, əgər özümüzdə qalsa, necə ki başqa əməllərimizin çox mümkündür xarab eləmişik, bunlardan xarab eləyək. Allah bizdən təhvil alsın və öləndən sonra bizə təhvil versin, ölənlərimizə rəhmət eləsin və bizim dində sabit qədəm eləsin. Axirət zamanda ən yaxşı dualardan burada deyirlər ki, vacib əhdə deyirlər ki, məsələn, vacib əhdə olsa bu dualardan ki, çox təkrar olsun ki, Allah bizim qədəmlərimizi dinimizdə sabit qədəm elə. Axirət zaman qədəmlərin büdrədiyi zamandır. Ki, Allah Teala bizim qədəmlərimizi bu zamanda sabit eləsin, möhkəm eləsin. Və Allah Teala dinimizin alimlərin, müştehidlərimizi salamat eləsin. Ölənlərə rəhmət eləsin. Alimlərimiz, tələbələrimiz ki, zəhmət çəkirlər, insanları dini məariflə tanış edirlər. Allah Teala bunları bu yolda müvəffəq eləsin, sağlam can versin, xəstə olanlara şəfa versin və hər nə müşkilləri, çətinlikləri var, həm bu dünyada, həm o dünyada Allah Teala öz qüdrəti ilə, lütfü ilə aradan aparsın. Bu qədər bəs eləyər inşallah. Gələn görüşə qədər siz Allaha tapşırırıq. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.